Değerli izləyicilər, sonumuza gedirik ki, ABŞ-da istiqlaliyyət müharibəsi dövründə baş verən hadisələrdəndir. İstiqlaliyyət müharibəsi 1775-1783-cü illərə əhatə edir. Mühür qanunu 1765 aiddir. George Washingtonun prezident seçilməsi 1789 o da düşmür. Kürəkliyin ləğv edilməsi, kürəkli ləğv olunmur. Ali söz, mətbuat, vicdan azadlığının verilməsi 1791. Fransa tərəfindən müstəqilliyin tanınması. Deməli, doğru cavabımız Y variantı olacaqdır. Digər bir sualda Delhi Sultanlığı və Eldənizlər dövlətinin ümumi cəhətinin Şirvanşahlar dövlətindən fərqli cəhət. Monqolların hücumuna məruz qalmışdır. Hər üçün məruz qalıb. 13-cü əsrin ikinci yarısında yeni sülalələrin hakimiyyətə gəlməsi. Yeni sülalə 13-cü əsrin ikinci yarısında Eldənizlərdə yeni bir sülalə deyil, hakimiyyətə gəlməyib. Dayanış, qiymət müqabilində iqta torpaqlarının verilməsi, bəli. Əksində iqta verilib, doğrudur. Sonra əsasən Türk əsilli sülalə əvəz etməsini də götürə bilərik. 4 də var. Çünki Şirvanşahlar Türk deyildi, Xarəzmşahlarla dostluq münasibətlərini saxlanılması, Eldənizlərlə Xarəzmşahlarla dostluq münasibətlərinin saxlanılması. Bu Eldənizlər dövlətinə elə bir dostluq əlaqələrin saxlanması yanlışdır. Burada 3-4 A variantı uyğun cavab olacaqdır. Digər bir sualda daha əvvəl baş vermişdir. Lənkəran xanlığının ləğv edilməsi 1813, Çar Balakən arasında daxil olan müstəqilliyin son qoyulması, daxil müstəqilliyin son qoyulması 1830, Çar Rusiyası tərəfindən Azərbaycanda vahid çəkibul sistemi yaradılması 1839, Şuşada Qazan məktəbi 1830, Osmanlı dövləti arasında ermənilərin arasında köçülməsinə başlaması 1829-dur. Burada daha əvvəl baş verdiyini qeyd eləyirsə, deməli daha əvvəl baş verdiyini qeyd eləyirsə, burada olacaq Lənkəran xanlığının ləğv edilməsi, Osmanlı arasında ermənilərin köçülməyə başlanması, deməli bu götürülür 1829, 1830 və 1839, digərisi 1830. Deməli Lənkəran xanlığı ləğv edilməsi 1826 olduğu üçün daha əvvəl baş verib.